Evet. Üçüncü bölmeden başlayaq. De görün, bax birinci Üçüncü, sual. Oxşarlarının yerine təkləri burada deyək, kütlər qalsın evə. Birinci sual necə yazarıq? birinci bölmenin birinci sualını Evə deyəndə yazmışam ki, Aybəstə, bunları yazmısan da sən evdə. Sadəcə burada oxşarlarının hərəsinə bir nümunə verirəm ki, təzə dərs verəcəm sənə. olsun. Biri də görüm. 2A üstə gəlsin 1 beraber de 30, 36'ya. Sənə deyir ki, AB, BC və AC düz xəttləri kəsişir, cüt-cüt kəsişirlər. X bucağını tap. X haradır buradır? Biz ansına baxırıq. O da Yox. daxili baxırıq. Üçüncü Daxili deyil. bölüm. Ha, üçüncü bölüm. Bax, Aybəs, bura 70-dirsə bunun qarşı tərəfi də 70-dir. Bura da 70-dir. Bura 40-dırsa bura da 40-dır. Üçbucağın daxili bucaqlarının cəmini də görüm neçədir? Daxili bucaqların cəmi 108. Aha, 40 ilə 70 topladıq 110. 180-dən 110 çıxırıq. Bu bucağa neçə qalır? 40'dan şey 180-dən 110 çıxırsan. Bura qalır 70. Bura 70-dirsə artıq qarşısındakı bucaqda, yəni X bucağı da 70-dir. İkincinə eyni qaydada özün də görüb. ikincidə bu 80 ise aşağıda 80 olacaq. Qarşı tərəf O aşağı. Aha. Bura 80 isə baş qarşı tərəfdə tərəfdə 80-dir. 80 olacaq. 30 ise qarşı tərəfi də olacaq 30. Aha. 30 gələcəm. Eləyəcək 100, 100, 150. 80-dən 30-u topla. Şey 8, 90, 11, 111, 110. Aha, 110. 180'dan da 110 çıxacağım, qalacaq yerə 70. Aha, X bucağı da. Bura 70-dirsə X bucağı da. Qarşı tərəfi də 70-dir. C variantı. Üçüncü. 70. Deyir ki, Üçüncü üçbucağın 4, 5, 9 nisbətində kiçik bucağını tapın. Necə yazıram? bunlar kalanla istifadə edəcəm. 4, 9, 4, 5, 9 toplayacağım. Bərabər eləyəcəm. Daxili bucaqlar istəyir. 180'də. Aysa 4K, 5K, 9K toplayanda edir 18K. 18K bərabərdir. Daxil bucaqların cəmi 180-dir. 180-ə. K nəyə bərabərdir? 180-i böləcək 18-ə düşəcək 10. Sədədir kiçik bucaq da. Kiçik bucaq üçün 4-ə vuracaq. 4K-ya. 4 vurulsun 10 eləyəcək 40. Böyük istəsəydə 9-a vuracaqdıq. 5-ci sual necə yazarım? De görüm. Demək, qonşu bucaqların cəmi 180'dir. Hı -hı. 100 də onun o bir tərəfi olacaq 80. Aysa, bura 100 isə bura qalır 80. 80. Deyirsən ki, 50 qonşu bucaqlar açıq bucaqdadır. 180 dərəcə olmalıdır. Aha, burada 50 verildi. 80 üstə 50 gələcəm. Eləyəcək 100, 130, 140. Hı -hı. Davam edəcək. 180 Yaparsan. qalacaq da 40. Yox. Yox, yox. Elə getmə. Niyə? Birinci, bax bir söz deyim. Birinci nə edirsən? Sən bu bucaqla getmək istəyirsənsə, burada bir dənə tək bir bucaq yoxdur. Burada bir dənə də hissə ayrılıb. Görürsən bu hissəni? Hı. Bu artıq sən bu yolla getməyinə mane törədir. Bu yolla gedə bilmərsən. O hissən sənin bütün işləri pozur. Ona görə bu xətti görməzdən gəl. Sən ümumi üçbucağa bax. Üçbucağın üç bucağının cəmini 180-ə bərabərdir. Üçbucaq nəyi nəzərdə tuturam? A bucağı, yuxarıdakı X bucağı, buradakı 50 bucaq. Düzdürmü? 50 dərəcəli bucaq. İndi mən bu A bucağını tapmaq üçün nə edirəm? Bax, bu üç bucaqda üçünün cəmi 180 olmalıdır. 100 ilə 48-i toplayanda neçə eləyir? 148. 180-dən 148 çıxanda neçə qalır? 32. Deməli, A bucağım neçə imiş? 32. Mən də deyirəm 32 üstəgəl 50 üstəgəl x. Hamısı bərabər olmalıdır. 180. Artıq ümumi bütöv bucağa, üç bucağa baxırsan. 32 ilə 50-ni toplayanda edir 82. 180-dən də 82 çıxanda neçə qalır? 98. Cavab da 98. olur E variantı. 98 Yəni sən bu var. tərəfdən getməyə çalışma, çünki buradakı bu hissə, boşluq hissəsi səndə artıq ona mane törədər. Aydın oldu Aybəniz? Aydındır mənim. 7-ci sual neyini? Düz bucaqlı, üç bucağın iti bucaqlarından biri o birindən 4 dəfə kiçikdir. Birinə x verəcəm, birinə də x gəl 4 verəcəm. 4 dəfə deyir, vurmalısan. X vurulsun 4. Yəni biri X x-dir, digəri 4x-dir. bərabər Cəmləri neyə eləyəcəm bərabər olur? Cəmlər neçəyə bərabərdir? 180-də. Yox, düzbucaqlı üçbucaq deyir axı sənə. Şeyə 90 dərəcəyə. Sabah düzbucaqlı üçbucaq sözünü nəzərdən qaçırma. Biri Bərabər x-dirsə, digəri nədir? 4 dəfə deyir, 4x-dir. Cəmlərin bərabər edelim 9-unu. 4x-dən x 5 toplayanda 5x.
X də bərabər. 95-ə bölündə neçə edir Aybəniz? 18. Aa, 18. Deyir böyük bucağı tap. Kiçik 18-i böyük də tapmaq üçün 4-ə vurarım. 18-i 4-ə 4'e var. vuranda neçə edir? 72. Cavab da olur. E variant. Aydın oldu. Aydın mənim. 8-ci sualda görüm. Fərqlidir bu birisindən. Abi. Demək 55 isə onun o bir tərəfi Hı. də 55 olacaq. Məndən buranı istəyir. D, A, B. Bax, bu hissəni istəyir. Yox, 55 isə burada 55 deyil. Heç paraleldir. Baxanda görsən ki, heç əlaqəsi olmayan bucaqlardır. Yəni biri 180 çıxacağım eynidir, buna 55'i. razı. Yox, 180'dan 180-i 55 qarışma, çıxacağım. qatma 180. Hansı qaydadan gedirəm? Üç bucağın xaricində olan bucaq, daxildə olan iki bucağın cəminə bərabərdir. Aybəniz, bax bu bir üç bucaqdır. Sən bunu belə beynində qur. Bu bir üç bucaqdır, düzdürmü? Bəli. Səndən bunu istəyir. Xaricdə qalan üç bucağın çölündə qalan neçədir? 45. 55. Çölündə Hə, Aybəniz. 50. hə 55. Mən deyirəm bu 55, yəni xaricdə qalan daxildəki x-nin cəminə bərabər olmalıdır. Yəni bu x bucağı ilə bu 45 içəridə qalan x-in cəminə bərabər olmalıdır. İndi mən də görüm 45-in üstünə neçə gəlsəm 55 eləyər. İndi 55'ten 45 çıxacağım qalacaq 25. 10. Aa, sağ ol. Aydın oldu. Hı. Yəni məsələn burada nə edəcəm? Bu x-i tapmaq üçün nə edirəm? 65-dən 45 çıxarsan. 65'ten 45'i çıxacağım. Neçə qalacaq? 20. Aydın oldu. Hı hı. 10-cu sual necə yazıram Aybəniz? 60 üstünə 50 gələcəm. Eləyəcəm 110. Aha. 180'dan da 110 çıxacağım qaldı 770. Niyə gözlərim? Bax, incə səhv Aybəniz. Dedim ki, xaricdə qalın. Bax, bu bucağı istəyir səndən. Dedim, xaricdəki, daxildəki ikisinin cəminə bərabərdir. 60-dan 50-ni toplayanda neçə eləyir? 110. Ya deyəsən ki, bura 110-a bərabərdir. Çıxma 180-ə. 180-dən sən nə taparsan? Səndən buranı istəsə, 180-dən çıxıb buranı taparsan. Səndən bu C bucağını istəyir. Deyirsən, xaricdə qalan bucaq daxildəki iki bucağın cəminə bərabərdir. Yəni bu C bucağı çöldədir hal-hazırda, xaricdədir. Bax, loru dildə izah edirəm. Daxildəki 50 ilə 60-ın cəminə bərabərdir. O deyir 110. Hı hı. İndi sənə çöldəkin verib, yəni çöldə hər dəfə düzdür. Bu qaydanı bu formada deməyim düzgün deyil, amma tam aydın olsun deyə deyirəm. Xarici bucağı verib 110. Daxilinin O da birini verib. O birisi nəyə bərabərdir? 70'e. 110. Daxilimi 110-dan 50 çıx. 110'dan 50 çıxanda qalacaq 60. Vsyo. Deməli 60. Deməli bura 60 imiş ki, 60-dan 50-ni toplayıb çöldəki, yəni xaricdəki 110 alıb. Aydın oldu? Düz bucaqlı üst bucağın biri, iki bucaqlarının biri 80 olarsa o bir bucağı. Bir düz bucaqlı üst bucaqsa biri 90'dır, biri 80'dir. Düz bucaqlı üç bucaq ümumi 90 dərəcəli bucaqdır. Sənə deyir 90-ın bir dənə belə bir xətt verir. Bu tərəf 80-dir. Bura nə qalacaq? 10. Ki 10. 80-dən 10 toplayanda düz bucaq deyil axı 90 dərəcəni ala bilək. Cavab da olur A variantı. 10 olacaq. Hı -hı. 10-cu da görüm Aybəniz. 70 ise onun öndeki bucakta, karşındaki bucakta 70 olacak. Qulaq asıram. Davam elə. Karşındaki bucak da 70 olacak. 60 ise ona komşu olan bucakta o da 60 olacak. Səndən Düz bir getmir. bucağını istəyir. Aysa deyirsən ki, qarşılıqlı bucaqlar qaydasına əsasən bura 70 isə bura da 70-dir. Bura 60 isə bura da 60-dır. Bura Orada 70, bura 60. 130, Toplayanda neçə eləyir? 30, 150, 180'dan 130 çıkanda 50. Aysa 180-dən də 130-u çıxaram. Çünki üçünün cəmi 180 olmalıdır. Yuxarı tərəfə də bir bucağıma da qalır 50 dərəcə. Cavab olar E variantı. Əla. Bəs burada nə edərik? Burada bizə necə gedərsən? Səndən A bucağını istəyir. Deyirsən bura 120-dirsə, bura da 120-dir. Ya da heç oranı 120 götürmərsən. Pramay açıq qayda ilə gedərsən. Deyirsən açıq bucaqda. Bura 120 isə bura neçədir? 60. 180'dan 160. Burada qalır 100, 70. 70 Toplamda ile eləyir. 60 Aha. toplayacağım. Böylece 130, Yəni 180-dən 130-u çıxarsan. 50. Ay, sağ ol. Allah. Qaranlıq nəsə qalmır ki? Sevmem. 15-ci görüm. Xarici bucağı 120. Bayaq 120 dedim. ise daxili olacaq 60. 120-dən 50-ni çıxırsan.
Buranı tapma, Aybəniz, orayla getmə qurbanım. Ən asanını Evet. deyirəm sənə. Deyirəm daxildə qalan ikisinin cəmi 120 olmalıdır. 50-nin üstünə gəlsəm 120 eləyər. 70, Ay sağ ol, ən asandır. Bax indi bura 150-dir. Bura 100-dür. 100-ün üstünə neçə gəlsəm 150 eləyər. 50. Bu qədər. Aydın oldu? Böyle. Ay gedim buradan bunu tapım, bundan sonra toplayım, aldığım cavabı 180-dən çıxım, ehtiyac yoxdur. İkisinin cəmi çöldəkinə, yəni xaricdəkinə bərabərdir. 100-ün üstünə gəlsəm 150 eləyər, 50, bu qədər. 17-ni də görüm. AM tembelen AMC 70. A, M, S 90 da buranı verib sənə. Bax, bu kiçik tərəfi 70 verib. Deyirsən təm bölən xassəsi bucağı təm bölür. Bura 70 140 isə yan olacak. tərəfi də 70-dir. Toplayanda ümumi neçə eləyir? 140. 140. A bucağı 140-dır. S, sənin S, A, A B-ni tapmamız. Bir dəqiqə, S, A, B-nin ümumini istəyir. Yəni ümumi A bucağını istəyir səndən. 70, 140'dı. O da 90'dı. 140 ABC seviyesinde saniyə 90. yox, üzr say, üzr say. Mən burada bucağı səhv qeyd eləmişəm, dayan. Mənə deyir ki, AMC, AMC buranı sənə verib 70. Burada 70 isə 70 ilə 90 toplayaram neçə eləyər? Elice 150. 70 ilə 90 topla. Evet 160. yani benim 160. 180-dən 160-ı çıxaram. Yuxarıda bu çıqqılı qalan hissəni taparam. Nəyə bərabərdir? 20-yə. Təm bölən təm böl, bax bunu yarıya bölüb. Bura 20-dirsə kənarda 20-dir. Səndən ümumi A bucağını istəyir. 20 ilə 20 toplayanda neçə eləyər? Ay, 18-i də görüm. Eyni qaydadadır. CAB-ni verib sənə 50. Bax, Bu hissem 50'ise 90 üstü 50 yo, yo, gelirse indi bax gör 50. haranı verib ay mən. CAB ortada qalan nədir? A. CAB sənə buranı verib 50. Bax bu kiçik tərəfi verib 50. İndi buradan nəyi tapa bilərsən? Sənin AMC-ni istəyir. A, MC, bax bu bucaq istəyir. Necə tapırsan? Ora 50 ise aşağı da 50 olacak. Aşağı 50 deyil. Bura 50-dirsə. Burada 90-dır. 180-dir də bu 90. üçünün cəmi. 50 ilə 190 140. toplayın neçə eləyir? 180-dən də 140 çıxarsan. Söyle. Hər dəfə bax gör hansı bucağı istəyir. 19-u da görüm. X 71 olarsa buranı 71 verir. Y-lə Z-in cəmi nəyə bərabərdir? Nerede 71 olacak? Bura 71-dirsə, bircə saniyə. Bura 71-dirsə, hə, yaxşı. İçəridə 71 olar. Hə, sonra sənin Y-lə Sonsuz. Z-in cəmini istəyir. Bax, bura Y-dirsə, bura nəyə bərabərdir? Bir tapmağa çalış özünü. Cəhd göstərmə sonra. Ne var bu benim benim. Susmayın değindim ama. Yox, birinci özün misala bax, tam sərbəst. Neyləyə bilərsən? Neyse 71 taparım bir de orada. Elə şey yoxdur. De görüm neyləyərək. Bax, bir dənə bax. Asan bir sualdır əslində. X-in dərəcəsini verib sənə. Y-nin Z-in cəmini istəyir. Açıq bax. Y-lə Z bərabər bir açıq bucaq yaradır. Açıq bucağın dərəcə ölçüsü nəyə bərabərdir? %80'de Aha. derece ölçüsü 71 də üstünə gələndə neçə eləyir? 71 üstüne %80 gelende Aha. ne gemem. Eleyecek 251. Cavab olacaq hansı variant? 251. 20-ni də görüb. Üç bucağın A tepesinden xarici bucağı ile bir tepesindeki daxili bucağın fərqi. Hı hı. Xarici bucaq 360, daxili 180. 160'dan A təpəsindəki xarici bucaq ilə B təpəsindəki daxili bucağının fərqi 60-dır. B bucağının necə daxili bucağını tap. bu şəkil necə çəkək indi? Bir də 3 bucaq çək. Bir Bu da saniyə. çəkək. Bir dənə 3 bucaq çək. Sənə deyir ki, A təpəsindəki, bura A olsun məsələn, xarici bucaq, yəni bu hissəni verib sənə. Deyir bu hissə ilə B təpəsindəki daxili bucaq, buradakı daxili bucaq, bax buranı. Fərqi 60-dır. C təpəsindəki daxili bucağını tap, bax buranı tapmağını istəyir səndən X-i. Burayla, bax burayla, bu hissə ilə, bu hissənin fərqini verib sənə. Deyir A çıxılsın B bərabərdir 60-a. C nəyə bərabərdir? İçəridəki soruşur. Şey 90 45'e? Yok. Nef beraber olayım.
180-dən istifadə elə burada. Necə yazarım? 180-dən 60-mı çıxaram. Yox, ümumi 180 istifadə elə yox. Sən deyir ki, bu tərəf, yəni xarici bucaq çıxılsın daxili bucaq. Nəyə bərabərdir? Bax, buranı 360-a. desən alfa, buranı alfa desən, buranı da beta desən. Sənə deyir ki, burada betadırsa. Sənə deyir alfa çıxılsın beta bərabərdir nəyə? 60-a. Səndən qamma bucağı istəyir. Komoda olan Sən birinci bu daxilini taparsan. Bura nəyə bərabərdir? 180-dən alfanı çıxmalı deyiləm. hə, Bu içərisi qalacaq. 180 çıxılsın alfadır. Bax bu formada saxla. Bu içəri tərəf 180 çıxılsın alfadır. Burada qammanı istəyir də səndən. Qammanı taparsan. Necə taparsan? Qammadan tapacağım ki 180 çıxılsın alfa, Aha. çıxılsın bu alfa çıxılsın betadan yerinə 60 qoyubsa, təzən Davam elə. alfa çıxılsın 180 bərabərdir 60. Yox, bax deyərsən ki, bax belə eləyə bilərsən. 180 çıxılsın alfa. Üstə gəlinsin beta. Üstə gəlinsin qamma. Bu üçün cəmi nəyə bərabərdir? 3 daxili bucağın cəmi 180-ə bərabərdir. Düzdürmü? Hə, Oradan nə bəli, taparsın? 3 tərəfini 180 cəmi apararsan o tərəfə. 180-dən 180 çıxanda qalacaq yerdə 0. Hı. Mən başa sandım çatmadı. Çatmadı. Bax, deyərsən ki, bax, bu hissənə bax alfa ver. Bura nəyə bərabərdir? 180 çıxılsın alfaya, düzdürmü? Hı -hı. Burada betadır, burada qammadır. İndi sən deyərsən ki, 3 dənə daxili bucağın cəmi, yəni bu hissəni nə vermişəm? 180 çıxılsın alfa. Deyərsən 180 çıxılsın alfa. Üstə gəlinsin beta. Üstə gəlinsin nə? Qamma. Bərabərdir cəmlər nəyə? 180-ə. 3 daxili bucağın cəmi 180-dir. İndi bax bu 180-i keçirdərsən bu tərəfə çıxma ilə. Burada nə qalar? Qarşıdakı mənfinin təsiri göstərir. Alfa çıxılsın beta, çıxılsın qamma. Nəyə bərabərdir? 180-dən 180 çıxanda neçə qalır? 0. Alfa minus Alfa betanın yerinə yazasın 60. 60 çıxılsın. Qamma bərabərdir 0. 60-dan nə çıxsam 0 alınır. 60. Cavab olur hansı variant? 60. 21-də görüm necə yazarıq? Bax belə. Beta bucağına da yuxarıdakıların cəmi bərabər olmalıdır aşağıdakıların cəminə. Yuxarıda sənə nə verib? 65 ilə 45 toplayanda neçə eləyir? 110. 50-nin üstünə nə gəlsəm 110 eləyər. Yəni 110 60. Aysa. Yuxarını topla 80 ilə 40 toplayanda neçə eləyir? 120. 70-in üstünə nə gəlsəm 120 eləyər. 120 50. 23-ü də görüm. 2 xarici bucağı 76 ilə 130 toplanılır. 2 xarici bucağını verib. Xarici bucaqların cəmi nəyə bərabərdir? 160-a. Xarici bucaqlar nəyə bərabərdir? Bir də de. 360-a. Aha, bax bizi birim verib 76, digərini verib 130. 76 ilə 130 130 toplayanda neçə eləyir? 206. 360 360-dan da 206-nı çıxacaq çıxıb 3-cü xarici bucağı taparsan. 54 eləyəcək. Cavab da olacaq D variantı. Eyni qaydada da bunu. 25-i necə eləyərəm? 25 üst bucağın daxili bucaqlarının biri 55, xarici bucaqlarının biri 70. Eynən bunun kimi. Bax, səndən xarici istəyir, düzdürmü? Deyir qalan Hı. xarici bucaqlarını da. Daxili bucağının birini 55 verib. 180-dən 55-i çıxaram, qonşu olur axı daxili ilə xarici. 180-dən 55 çıxsam, o birisini neçə taparım? 25. Neçə? 125 qaldı. Aha, qalır 180-dən 125. Mənim deməli 125. xarici bucağımın biri 125 imiş. O birisini də tapmaq üçün 125 ilə 70-i toplayıram. Eləyir 195. 360-dan 190 alman 195-ə çıxıram. Onda deyir qaldı. 165. Cavab olur 125, 165. Aydın oldu? 26 da 10 kimidir.
Hı -hı, 27'yə baxaq. Demək belə. Ay Allah. Xarici bucaqlarından biri 110. Sənin bettan istəyir. Və betta bu xaricdədir. Bunu necə taparsan? Daxili ilə getmək ən rahat olur. Bura 50 veribsə, 180-dən 110 çıxarsan, qonşudular. Buranı da taparsan 70. Ya 50 ilə 70 toplayanda neçə edir? 120. 120. 180-dən 120 çıxıb buranı taparsan 60. Ya da Hı. heç 180-dən 120 çıxmağına da ehtiyac yox. Day bəs proma deyərsən ki, bura 110-dursa bura 70-dir, düzdürmü? Xaricdə qalan bucaq daxildəki ikisinin cəminə bərabərdir. 50 ilə 70 toplayanda neçə eləyir? 120. Deyərsən proma 120-yə bərabərdir. Aydın oldu? 27. 28. Üç bucağın xarici Bax, bucaqlarının buranın biri 20. alfanı istəyir səndən. Deyərsən bura 108 isə 180-dən 108-i çıx. Neçə qalır? 72. Bura 2. 72-dir. Sonra deyərsən ki, 100, xarici bucaq daxildə qalan ikisinin cəminə bərabərdir. 72-nin üstünə gəlsəm 122 eləyər. 180'den de çıxacağım 180-dən 72. çıxma. Xaricdə qalan Yox. daxildəki ikisinin cəminə bərabərdir. 72-nin üstünə gəlsəm 122 eləyər. 29-u da görüm. AC, AB düz xətlər kəsişər. Hı -hı. ABC'də xarici bucaqlarının biri 105'dir. 105 ise 180'dan 105. Aybəniz, Yox. bax, deyərsən ki, Deyil, 35 ise onun da, aha, daxilindəki olacaq 35. aha, 35-in Ora 35. üstünə gəlsəm 105 alaram. 5'ten de 35 çıxacağım. Qalacaq yerdə 70. Az, bu qədər. Bura 40-dırsa, burada 40-dır. Sənin alifasında xaricdə qalanı. 40-la da daxildə ikisini toplayarsan. 104-dən də 40-ı toplayanda neçə eləyir? Bircə saniyə. Bura 40-dırsa, burada 40-dır. Hə, toplayanda eləyir 144. Cavab olur E variantı. Şimdi xarici tapmalıyız. 15 ise bu 10 ise. Aşağı bir dənə C xətt çəkəndə üçbucaq yaranacaq. Aha, yarıda üç bucağı. X bucağına görə axtarırsansa. Bura bir dənə xətt çək. Denən ki, Eləyəcəm. bu bucaqları tap. Necə taparsan? Şimdi 15 ise o bir tərəfdə olacaq. Biz bir söz deyim, bu xəttlərlə getməyinə belə ehtiyac yoxdur əslində. Rahatçılıqla deyərsən ki, bax bu qaydadan istifadə eləyərsən. Deyərsən ki, X bucağını tapmaq üçün, bu bucağı tapmaq üçün. Aybəniz, diqqətlə qulaq as. Daxildə qalan bucaqlarının cəmi xaricdəkinə bərabərdir. Bu bir üçbucaqdırsa, bunun daxilində qalan nə var? İçində qalan. Yəni bax, artıq iç 15, tərəfdə, çöllü xaricdə yoxdur. Bu loru dilindən izah edirəm. Bir X var. 20, Bir dənə neçə var? 15, 10. Aha, Ya da bir dənə də 10 var. Cəmləri nəyə bərabərdir? 25'e. Xaricdə nə var? 20, 60'a. Xaricdə bax 60-a bərabərdir. X üstə gəlməsi 15 ilə 10 toplayanda neçə eləyir? 25. 25, Bərabərdir 60, 60-a. X də bərabərdir. 25 digər 30. tərəfə çıxma ilə gedir. 60-dan 25 çıxanda 35. Cavab olur B variantı. Aydın oldu? Aydın. Yəni xətt çəkdin ya başqa bir şey, heç dinləmirsən. İndi burada da eyni qaydadır. 35 ilə 65-i toplayırsan, eləyir sənə 100. 130-dan da 100, 130-dan da 100 çıxırsan, cavab olur C variantı. Qaranlıq bir şey qalmır ki. A, 34. alfa betleri beraberdi. O da beraberdi 120. Heh, A, B düz xəttinin üzərində perpendikulyar 20 dərəcə xəttinin önəm daşımır burada. 120-nin sərbisən niyə verib? Bir hər hansı bir rəqəm olaraq verdi. Yəni önəmsiz bir şeydir. Əsas burada məqsəd bizə nədir? Alfa ilə beta bucaqların bərabər olduğunu görməyindir. Sən bunun bərabər olduğunu, bucağın bərabər olduğunu bilirsənsə, bu köçürülən proyeksiyanın da bərabər olduğunu bilirsən. Yəni bir dənə 9.5 varsa biri də var. Aşağısı da 9.5 gecəydi. Yox, sən AC-ni istəyirsən mən. AC-ni. AC nəyə bərabərdir? 2-dən 9.5-in cəminə. Cəmini eləyəcək 9.5. 19. 15, 10. Yox, hayır. 9 matəli qəpik, 9 matəli qəpik. Neçə eləyir? 19 manat. 10 manatlı qəpik. Az 19 manat nə? 10 manat qəpik. Ay bəs Hayır, 9, 19 manat. 9 9 matəli manat. qəpik, 9 matəli qəpiyim var. Mən də 9.50 verdim. Neçə olacaq? 19.
34'ü də görüm. 34. Bərabər tərəfli üçbucağın iki tərəfi. Mən qəpiylə deməm müəllimə. Aram yoxdur onsuz da. De görüm, bax misala. Bərabər tərəfli üçbucağın iki tərəfdən bölənin arasında qalan iki bucağın dərəcəsi Hı. 1/10'da. Tərəflər bərabərdir. Üç tərəfin tərəfi. İki tərəfin arasında Elə baxma, sadəcə bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqdırsa, üçbucağın üç qalan tərəfi bir-birinə bərabərdir. 183-ə böləndə neçə eləyir? 183'e böləndə Hə. gələcək 7 60. Deməli, hər üçbucağımız bərabərdir 60-a. Səndən itin istəyir. İti nəyə bərabərdir? 60. Kör istəsəydi 180-dən 60 çıxıb 120 deyərdin. Nəyə bərabərdir? Bərabər tərəfi dediyinə görə 183 bölsən 60. Kör desəydi yəni deyirəm. 180-dən 60 çıxıb 120 tapardı. 35 yeni qaydadır. 36-ını da görüm. 36. A B'ye S 1'e hündürlükte K noktasında kesişir. AB'si 3 bucağı 65'ti. B bucağı 65 olarsa Hı. A KS'ni tutmaq. Bu Şəkildə nə 90'dır. verdiyi önəm daşımır sənə. Sənə deyir ki, bu tərəfi yuxarını verib 65. Bura 65-dir. Sənə deyir arka hissəni tap. Bax bu hissəni tap. Bu hissəni tapmaq üçün bilirsən ki, nə etməlisən? 180-dən 65 65-i çıxmalısan. 180'dan Aha. eləyəcək 115. Cavab Cevap doğru. tapdım. 115 cavab olacaq. D variantı. 38-ə bax. Və 37 olacaq. 37-yə baxım, eyni deyil. Yox, 37 bir Yox. fərq var. 37-yə də bax. Əslində eyni Demək şeydir də. Bu dəfə sənə biri var sənə bax, deyək ki 65. Bir də var deyək ki 40 ilə 25. Eyni şeydir də. Burada da neyniyəsən? Sənə sadəcə parçalayıb iki hissəyə verib. 32 ilə 25 toplayasan neçə eləyəcək? 57. 180-dən də 57-dən çıxarsan. Bir dəqiqə deyəndə 57 bircə saniyə deyən. Bu iki mərhələli gedəcək. Burada parçalayıb iki dəfəyə verib deyək, biz də iki dəfəyə gedəcək. 32 ilə 25 toplayanda neçə eləyir? 57. 57. 180-dən 57 çıxanda neçə qalır? Heç promotor 23. çıxanda qayıtmış eyni şey almış olacaq onsuz da. 180 çıxılsın 57 bərabərdir 123. Eyni şeyə 23 qayıtma. İkinci 180'dan mərhələ 180-dən 123 çıxarsan. İkinci mərhələndə burada işlədəsən. O da qayıdım olsa sənə 57 cavabını verəcək. Ona görə də heç promoy bu mərhələləri istifadə eləmədən promoy bu ikisinin cəmini də götürə bilərsən. 32 üstə gəlir qayıdıb 57 eləyəcək. bərabərdir 57-yə. Çünki onsuz qayıdıb eyni şeyi alasan. 38-i də görüm. B A S bucağı 110'dur. Hə. Demək bu 110'sa 110'dan 170. 180'dan 110 çıxardan qaldı 70. Yox, elə baxma. Niyə? Aha. Elə deyil də. Elə də deyil. Sənə deyir ki, BAC 110 dərəcədir. BAC, bax, buranı verib bu bucağı sənə 110 dərəcə. BD bərabərdir BY-yə, BD BY-yə bərabərdir. Bu iki hissələr bir-birinə bərabərdir. SY ilə də CF bir-birinə bərabərdir. SY ilə də CF, yəni bu iki hissələr bir-birinə bərabərdir. DF bucağını tap. DF, bax bu bucaq tap. X bucağını istəyir. Tərəflər bərabər. 110'dur. Bu tərəflərdə bir bərabərlik qaydası görürük. İki tərəfin cəmi Deyirsən ki, bax, burada yaranan bucaqlara bax. Bir bu bucaq var. Bir bu bucaq var. Aha. Deyirsən bu bucaq nədir? Məsələn, bura alfadsa, bu bucaq nəyə bərabər olur? 180 çıxılsın alfa. Düzdürmü? Məsələn, bu tərəfi beta kimi görsən, P-nin burasını kölgə kimi görsən, beta desən, bu tərəf nəyə qalır? 180 çıxılsın beta. Düzdür? Bəs yaxşı, bu bucaq nəyə bərabərdir? Həm sağında var, həm solunda. Həm alfası var, həm betası var. Yəni nəyə bərabər? 180'da 180 yox. Həm alfası var, həm betası. 180 çıxılsın alfa, o da çıxılsın nəyə? Betaya. Bu bucaq da buna bərabərdir. Sən indi bu üç bucağın cəmi, bax bunu, dörd bucaq daha doğrusu, bu bucaq, bu bucaq, bu, dördün cəmi nəyə bərabər olmasın? 360-a. 160'a. Yaz. Deyirsən ki, 110 üstə gəlinsin. İkinci Üstə bucağını gəlsin. ver. 180 çıxılsın beta. 180 çıxılsın beta. Deyəm, səbirli ol, bir dəqiqə. Üstə gəlinsin, sonra 180 üstə gəl bet alfa.
Aha, 180 çıxılsın. Alfa üstəgəl. Bir de 180 çıxılsın alfa çıxılsın beta. Ay, sağ ol, çıxılsın beta. Nəyə bərabərdir? 360-a. İndi bunu sadələşdirəsən. Burada baxıb neynəyə bilərik? Alfalarıma baxıram, hamısını betalarımı yığım, deyəm bir saniyə. 110, 180. Toplayanda neçə eləyir? Eləyəcək 200. Gəl birinci alfaları, betalara baxaq, ondan sonra. Mənfi alfa, mənfi alfa eləyir neçə? Mənfi 2 alfa. 2 alfa. Mənfi beta, mənfi beta. Eləyəcək mənfi 2 beta. Bunları Beta. sadələşdirdik. Alfalarım, betalarım artıq getdi. Daha sonra ədədlərə bax. 110 üstəgəl 180. Neçə eləyir? Üstə gəlsin 180 290. Gözlə verəcəksən. Aha. Deyirsən ki, 110 üstə gəlsin 180. Elədi 290. Daha sonra yenə 180 var. Üstünə 180 gəlir neçə eləyir? Üstə gəlsin 470. 180 470. Üstdən yenə Üstə 180 var. Onu da gəlsin gəlməzdi. Onu gəl 650. Aysa aldığın 650 bərabərliyin digər tərəfinə çevirirsən. 650. Orada da 650. 360 var. Çıxanda neçə qalır? Mənfi 290. 290. Mənfi. Burası kiçikdən böyüyə çıxmışam deyə mənfi ilə. Mənfi 290. İndi buradan bax, hər tərəfi mənfiyə böl. Hər tərəfi mənfiyə böləndə qalır 2 alfa. Alfa Burada üstə mənfi gəlsin toplanır 2 beta. Bərabər beta nəyə? 290-a. 290'a. İkiler çıxdı alfa çıxılsın. Alfa üstə gəl beta. Aha, 292-yə böləndə neçə qalır? 145. 145. Ay sağ ol. İndi bax 145 tapdın. 180-dən çıxılsın 45 nəyə bərabərdir? Şeyə. Sən alfa ilə 180. betanın cəmin tapmasan 145. İndi Oradan 180-dən da mən çıxmalısan ki, alfa alfa biləsən. 180'den da şey çıxmalıyam. 145-i. 145 çıxmalıyam. Eləcə 37 alfanı tapmaq üçün. 37 yox. 180 çıxılsın 145 nəyə bərabərdir? 35-ə. 35'e. 37 hardan gəldi? 35. Aydın oldu Aybəniz. Daha sonra 39-u da görməyi eləyərik. 39'da. 20 ise Hı. yuxarısı da 20 olacaq da mənim. Qammada 20 olmayacaq. Yox, nə əlaqəm? Orayla getməkdə şeylərin işi yoxdur. Bu üstüne gelir onda. Yok bu üstüne gelmeyecek. Evet bu nece olacak? Alfa Değil mi? üstə 20 bərabərdir betaya. Bu 120 ise Hı -hı. 180'dan 120 çıkacağım. Say bax, B, D, S. 120-ni hara verib? B, D, S. Bax, buranı verib sənə 120. Sənə deyir ki, qamma bucağını tap, bu bucağı tap. Əlavə olaraq deyir ki, beta alfa üstə gəlsin 20-yə bərabərdir. Beta alfa şey 20. Değil Yəni mi? betanın yerinə alfa üstə gəlsin 20 yaza bilərsən hər iki tərəfdən. Burada da yaza bilərsən, 100 burada da yaza bilərsən. Onda beta üste gelsin. O alfa üste gelsin 20. Üste gelsin. Zaten iki tane şey. Aynı şey. 2 alfa beraberdi. Hı. 40'a. 2 alfa bərabərdir 40. 2 alfa üstə gələ 40 deyə bilərsən ora. 2 alfa da 2 deyə alfa. bilərsən. Alfa 2 alfa alfa ilə alfa üstə gələ 20-ni toplayanda 2 alfa üstə gəlsin 20 deyə bilərsən. 2 alfa üste gel 20. Hı. Alfa. Olay her tarafı 2'ye bölsem. Bölme oluyor mu? Diqqətlə həll elə. Aynen nece oldu? Nece oldu ki bana? Bax, aşağı bucaqla gedə bilərsən. Bu bucaqla gedə bilərsən. Bura bir üç bucaq baxarsan. Buranı sənə 120 verib. 180-dən 120 çıxanda nəsə qalır? 180'le 120 çıkandığında 60. 2 dənə bucaqdır. İkisi də bərabər bucaqlardır. 62-yə bölünən neçə düşər? 30. Burada 30 deyərsən, burada 30 deyərsən. Bu da deyir ki, bundan 20 dərəcə böyükdür. Bura üstünə 20 gəndə neçə eləyir? 50.
33 Aysa, mi? deməli yuxarı Gəldi. tərəfi nəyə bərabər imiş? Beta da 50-yə bərabər imiş. Burada da 30-un üstünə 20 gəlsən, deməli burada 50 imiş. Bax, ümumi bucağa bax. Bu bucaq nəyə bərabərdir Aybəniz? 50 burada, 30 burada. Bütöv neçə eləyir? 80. Aysa. Eyni qaydada bu bucaqda. 50 burada, 30 aşağıda neçə eləyir? 80. Sənə qammanı soruşur. Neyniyərsən? 80 ilə 80. 3-cü cəmi 180 olmalı deyil. 80 ilə 80 180, versən 160. 60. O da 20 eləyəcək. 180-dan 160 çıxacaq. Hadi 20. 20. Cavab olacaq B variantı. Aydın oldu? Aşağı bucaqdan, üst bucaqlardan istifadə elə. 40. Bir beğendin ki təzəliyib təzədən qoşul. Oldu.